Hər vaxtınız xeyir əziz basketbol həvəskarları, rebound verilişi növbəti buraxılışı ilə efirdədir. Bu verilişdə də əsas məqsədimiz yerli və dünya basketbol arenasında baş verən ən son yenilikləri diqqətinizə çatdırmaqdır. Təbii ki, tək deyiləm. Qonaqlarım Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Əliyev. Xoş gördük Sənan. Xoş gördük. Eyni zamanda Şəki klubunun baş məşqçisi Bedri Meriç var. Xoş gəlmisiniz. Hoş bulduk, teşekkürler. Ümumiyyətlə, əvvəlcə ondan başlayaq ki, Şəkidə yaşamaq necə hissdir? Şeki Azerbaycan'ın kadim şehirlerinden biri. Çok güzel, doğası güzel, mutfağı güzel. Tabii ki güzel. Azerbaycan'da olmak zaten güzel. Geçen yıl da Gence'de yaşamıştım. O yüzden hani rayonlara alışkınım. Şeki'de de güzel geçiyor hayat. Ümumiyyətlə, bundan əvvəl Gəncə klubunu çalışdırmışsınız. Evet. Təbii ki, ölkəmizin hər bir yeri gözəldir. Əgər müqayisə etsəz Gəncə və Şəkini, yəni hansı fərqli? Zor bir soru açıkçası. Gence'yi de çok seviyorum çünkü Gence'de de geçen yıl bulundum ama doğrusu hani Gence daha büyük bir şehir. Azerbaycan'ın bildiğim kadarıyla 3. büyük şehri Gence. Şeki biraz daha hani sakin, daha turistik, farklı bir şehir. İkisi farklı açıdan, ikisi de çok güzel. Təbii ki, bu eyni zamanda komandanın uğurlarına da sirayət edir. Çünki yaxşı dincəlmək, evet. Yəni eyni zamanda motivasiya verir insana və əslində yaxşı mənada sirayət edir də. Çünki evet. Şəki komandası B qrupunda kifayət qədər yaxşı oynayır, eyni zamanda liderdir hazırki vəziyyətdə və play-off'un bir addımlığındadır deyə bilərik. Son turda da elə Lənkəranı məğlub etdiniz. Evet. Uğur hekayənizdən danışardınız. Yəni bu vaxta qədər hansı çətinliklərdən keçmişsiniz? Evet. Öncelikle bu fırsatı verdiğiniz için sizlere teşekkür ederim. Şeki'de biz oyuncularımızı ilk topladığımızda 2 tane yabancı oyuncumuzda maalesef önce Chris Barton'un sakatlığı nedeniyle aramızdan ayrılması, daha sonra Alex Caldwell'ın ailevi sebeplerden aramızdan ayrılmasıyla aslında büyük kan kaybetmiştik. Ama oyuncularım daha sonrasında bu sistemde kalmaya devam ettiler. Çünkü bu 2 oyuncu bizim oynadığımız basketbol 2 guard sistemine dayalı bir basketboldu ama kalan oyuncularım da çok iyi mücadele ettiler. Dediğiniz gibi Şeki'nin çetinlikleri gibi iyi yanları da oluyor. Oyuncular basketbola daha çok motive oluyorlar şehirde. Şu anda da playoff için bir maçımız kaldı. Ленkeran'la oynayacağız deplasmanda. Full konsantre bir şekilde çıkıp B grubunu 1. yerden bitirip playoff'lara adım atmak istiyoruz. Əslində Lənkəranın mövqeyinə və xüsusilə də oyunlarına nəzər yetirəndə hardasa fikirləşmək olar ki, Şəki üçün bir qədər asan rəqibdir. Yəni bu oyunçularda bir qədər rahatlaşmaya gətirib çıxara bilərmi, yoxsa siz bir məşqçi olaraq artıq komandanı rahat olmamağa, yəni mutlaka çok doğru söylüyorsunuz. Çünkü zor bir maçı kazandık. Gence ile birincilik için mücadele ediyorduk. Bu maçı galip getirince ister istemez oyuncularda bir motivasyon düşüklüğü ve Ленkeran'ın son sırada olmasından kaynaklanan. Ama biz yarın itibariyle Nevruz tatilinden sonra antrenmanlarımıza başlıyoruz. Full konsantre bir şekilde final maçı gibi hazırlanarak çıkmamız gerekiyor. Çünkü Ленkeran'da da değerli oyuncular var. Her ne kadar 3 galibiyette olsalar da biz bir şekilde oynadığımız son maçta bizi zorlamışlardı mesela. O yüzden kesinlikle full konsantre çıkacağız maça. Sənan, bir qədər də səndən davam edək. Təbii ki, yəni federasiyanın rəsmisindən əlavə sən eyni zamanda həm oyunları şərh edirsən və həm də yəni çılğın bir basketbol həvəskarı kimi yəni səni tanıyırıq. Ümumiyyətlə Şəkinin oyununu qiymətləndir desəm, yəni hansı üstün tərəflərini vurğulayarsan? Təbii ki, indi Bedri Hoca buradadır. Özü də yəni sənin dilindən eşitsin. Bəli, özü də mən də ilk öncə basketbol həvəskarlarını salamlayıram efir vasitəsilə. Uzun zamandır mən istəyirdim ki, həqiqətən də bizim artıq 2-ci mövsüm Azərbaycan Basketbol Liqasında çalışan, fəaliyyət göstərən Türkiyəli mütəxəssis Bedri Meriç bizim verilişimizin qonağı olsun. Düzdür, 2019-cu ildən yayımlanır bu verilişimiz və 2-ci mövsümdən, yəni Basketbol Federasiyasında rəhbər dəyişikliyindən sonra 2-ci mövsümdən etibarən məhz Bedri Hoca bizdə Gəncə klubunda baş məşqçiliyə başladı. Yaxşı işlər gördü Gəncə klubunda. Yəni yenə deyirəm, bölgədə məşqçi işləmək heç də asan iş deyil. Özü də məşqçi mütəxəssis əvvəlcə bu mövzuya toxundu. Amma orada gözəl işlərə imza atdı. İndi hansı ki
Mən onun heyətində Gəncədə Əlibəy Məmmədli var idi ki, indi bugünkü gündə Naxçıvan klubunda əsas yerli oyunçulardan biri sayılır. Onun belə deyək, əlinin altından keçib. Tariyel Yusufzadə indi özü ilə bərabər Şəkidə işləyir. Yəni bu basketbolçuları mütləq ki, bir yerə qədər gətirmək lazımdır. Məşqçi işi hökmən, məşqçinin toxunuşu lazımdır burada. Və indi birinci il vəziyyət çox çətin idi. Komandada mən deyərdim ki, Gəncədə yəni oyunçuları da tapmaq o qədər asan deyil. Amerikalıları bölgəyə gətirmək də heç də asan bir iş deyil. Və məşqçi birinci mövsümdə yaxşı keçirdi. Mən düşünürəm ki, indi ikinci mövsümdə artıq B qrupunda liderdir. Artıq böyük ölçüdə play-offu qarantiləyib Şəki basketbolçuları. Son oyunda iddiasız Lənkəranla oynayacaqlar və mən düşünürəm ki, B qrupunun birinci sırasından 4-1 finala Şəki klubu vəsqə qazanacaq və 4-1 finalda da hətta A qrupundan bir rəqib də onların qarşısına çıxsa, baxmayaraq ki, A qrupunda komandaların böyük əksəriyyəti güclü kollektivlərdən, güclü heyətlərdən təşkil olunub. Başda Sabah, Naxçıvan, Neftçi bu klublar ilk üçlükdə artıq öz yerlərini təmin ediblər və 4-1 finala play-offlarda mübarizə aparacaqlar. Amma mən sonuncu oyuna toxunmaq istəyirəm, Gəncə oyuna. Məşqçinin məncə əsas hədəfi düzdür, Bedri Meriç hal-hazırda buradadır deyə sırf bu istiqamətdə danışmaq istəmirəm. Ümumiyyətlə Şəkinin mövsümünə baxsaq biz, Gəncə onların mövsümlə əvvəlindən rəqibləri idi. Yəni məşqçi özü də təsdiqlər bunu. Birbaşa rəqib orada. Mən Ordunun düzdür işini, heyətini o qədər də belə deyək də heyəti yaxşı olsa da amma orada müəyyən problemlər oldu komandanın daxilində. Əsasən də gənclərdən həm müəyyən hərbi xidmətdə olan basketbolçular var. Bizim verilişin qonağı olan Səid İsmailov həmin komandanın üzvüdür. Amma mən deyərdim ki, Ordu klubu mən ilk oyunlarda yaxşı oynasa, daha sonra Şəki sübut etdi ki, burada yəni Şəki də siyahıdan silinməyəsi bir rəqibdir. Və Gəncə Şəki arasında artıq bir neçə belə deyək, sona tur qalmış, mübarizə kəskinləşdi və həlledici oyunda Şəki Gəncəyə qalib gəldi. Çox maraqlı mübarizə izlədik və geri dönüş edərək Gəncə belə deyək, Şəki düzəldirəm, qələbə qazandı. Gəncə əslində oyunu qələbə ilə tamamlamağa yaxın idi, amma yenə basketbol son saniyəyə qədər oynanılan bir idman növüdür və sona qədər burada mübarizə aparmaq lazımdır. İndi Şəki birinci yerdə gedir B qrupunda. Lənkərana qalib gələcəyi təqdirdə Sumqayıtla da Gəncə oynayacaq. O da yəni asan oyun olmayacaq Gəncədə keçirilən qarşılaşma. Məncə Şəki klubunun yüksələcəklər. Onsuz da yəni qarantiliyib artıq. Gəncə də, Şəki də nə mənada qarantiliyib? Yəni ilk üçlükdən söhbət gedir və Gəncə ikinci yerdə bitirsə belə daha zəif rəqib Lənkəranla məhz play-offda, play-in 8-liyində birinci yerdə Gəncə olacaq, sonuncu yerdə Lənkəran və Gəncənin şansları yenə yüksək qiymətləndirilir həmin oyunda. Amma əsas hədəf B qrupunun lideri tamamlamaqdır və İbrahim bir məqama vurğulamaq istəyirəm, bir məqama toxunmaq istəyirəm ki, çempionatın reqlamentinə əsasən növbəti ildən kimin A qrupunda, kimin B qrupunda oynayacağı məhz bu sıralamada da öz sözünü deyir və belə olacağı təqdirdə Şəki növbəti ildən A qrupunda mübarizə aparacaq, amma yenə deyirəm, məşqçinin hədəfləri böyükdür, komandanın hədəfləri böyükdür, bu il maksimum getdikləri yerə qədər gedəcəklər, amma bir məsələyə də toxunmaq istəyirəm, xüsusilə dayanmaq istəyirəm ki, bu məsələnin üzərində, yəqin ki, sən də xatırlayırsan, birinci mövsümdə, 2022-23-cü il mövsümündə, 23-24-cü il mövsümündə Şəki haradaydı, hansı nöqtədə qeyd olunmuşdu, Şəki azarkeşləri həmişə qələbə qazanmaq istəyirlər, amma bu məşqçi işi göründü və Şəki indi yəni B qrupunun lideridir. 2 illik fasilədən sonra. Sənin ümumiyyətlə danışdıqlarından bir neçə sual formalaşdı beynimdə. Təbii ki, indi Gəncə ilə oyuna da toxunacağıq. Lakin mən elə sənin sözünə qüvvət, Şəki sizin rəhbərliyiniz altında outsiderdən liderə çevrildi. Ümumiyyətlə, bunun bir formulu varmı? Hansı ki, yəni komandaya tətbiq edəcəyiniz? Əgər sir deyilsə, təbii ki. Yox, estağfurullah. Bu tamamen bir planlama işi. Aslında burada yeri gelmişken Şəki'deki ekibime de çok teşekkür ederim. Menajerimizden doktorumuza, bütün ekibimiz beraber olduk. Onlar zaten Şekili oldukları için bize destek oldular. Aslında şöyle bir ilk başta çetinlikler oldu. Amerikalı oyuncular, kariyerli ve iyi oyuncuları getirmek zor oluyor açıkçası rayon şehirlerine. Şeki'ye ilk geldiklerinde biraz sıkıntılar yaşadık. Ama biz onları inandırmak önemli burada. Yani bir yapacağınız işe inandırmak gerekiyor. Oyuncuları da buna inandırdık. Biz hiçbir zaman playoff hedefi koyduk ama büyük hedefler değil, adım adım gittik. Başarımız da böyle geldi. Sakatlıklar yaşadık az önce söylediğim gibi.
takımı bırakan oyuncular oldu. Dönemsel sakatlıklar yaşadık. Mesela Carl Jones uzun oyuncumuz Gence ile oynadığımız 3 maçta bizimle olmadı. İkisinde ayak problemi, birinde mide problemi. Yani sezon içinde de büyük talihsizlikler yaşadık. Rotiveir 2 Ordu maçında oynayamadı ama oyuncular hiçbir zaman vazgeçmedi. Biraz bu inandırmayla ilgili açıkçası. Sır değil tabii ki. Bu arada heyəti siz özünüz bildirdiniz ki, komandanın həkimləri, eyni zamanda məşqçi heyəti. Heyəti özünüz formalaşdırırsınız yoxsa? Şekilde o ekip zaten devam ediyordu. Aslında geçen seneden kalan bir ekip. Ben yeni gelmiş oldum. Onlara katılmış oldum. Ama dediğim gibi iyi bir enerjiye yakaladık Şekilde. Ve bu şekilde devam ettik. Və indi işlər qaydasında gedəcəyi təqdirdə az əvvəl Sənanın da vuruladığı kimi ola bilsin ki, növbəti mövsüm A qrupunda yer aldınız və nəzərə alsaq ki, yəni B qrupunda, yəni A qrupunda daha doğrusu rəqiblər də yəni daha güclü olacaq. Yəni ümumiyyətlə bir planınız varmı və yaxud da yəni çətin olmayacaq ki komanda üçün? Mutlaka öyle. Yani Şeki'nin Sanan da söyledi. Geçtiğimiz 2 sezonda pek uğurlu sezonları geçmemiş ama bu sene biz biraz hikayeyi değiştirdik. O yüzden ben bunu geçen röportajda da söyledim. Bir peri masalı yaşıyoruz Şeki'de. İnşallah sonunda güzel bitecek. Önümüzdeki sene için konuşmak erken diye düşünüyorum şu anda. Ama mutlaka oradaki basketbol sevenlere, şekillilere daha çok fırsat verilmesi gerektiğini düşünüyorum. Bu bütün rayonlar için geçerli bence Azerbaycan'da. Doğru bir planlama ve doğru proje olduğu zaman tüm rayonlarda başarı gelebilir diye düşünüyorum. Yani bunu Bakü'ye bağlı bırakmamak gerekiyor diye düşünüyorum. Düzdür, qabaqcadan danışmaq kimi olmasın, siz özünüz də bildirdiniz. Ümumiyyətlə, növbəti mövsüm qalmağı planlaşdırırsınızmı Şəkidə, yoxsa? Biz şöyle bir laf vardır, basketbol never stops, Amerikalıların basketbol durmuyor, devam ediyor. Ama şu an sadece odaklandığımız iş Şeki'nin playoff durumu ve oradaki sezonu nerede bitireceğimiz. Ondan sonrasında tabii mutlaka ben Azerbaycan'ı çok seviyorum. Azerbaycan'da kalmayı tabii ki düşünüyorum ama dediğim gibi planlamalar için biraz erken. Təbii indi gələcəyi zaman göstərəcək nə olacaq. Bir qədər də mən istərdim, düzdür, az əvvəl qısaca olaraq Sənan danışdı Gəncə ilə oyundan, lakin sizin dilinizdən də eşitmək xoş olardı. Oyun çox gərgin keçdi, overtime-da qalib gəldi komanda. Və maraqlıdır, siz özünüz Gəncənin sükanı arxasında olmusunuz. Yəni oradan öyrəndikləriniz, bildiklərinizi analiz edib, yəni görünən odur ki, tətbiq etməyi bacardınız oyunda. Evet. Biz aslında her maçımıza bu şekilde hazırlanıyoruz. Her hafta başı hafta başında bir meeting, toplantı yapıp rakibimize hazırlanmaya başlıyoruz. Bu hem video toplantılar, hem birebir oyuncuların savunacağı match-up'ları ile ilgili analizler. Tabii ki Gence grubumuzun bence zaten hem rotasyonu olarak hem ekibi olarak Halil Hoca da orada güzel işler yapıyor bu sene, Halil Atlı Hoca. Onlara iyi hazırlandık. Açıkçası maça gelecek olursak teknik anlamda biz ilk yarıyı çok istediğimiz gibi oynayamadık. Devre arasına girerken biraz geride girdik. Sana'nın da belirttiği gibi bir comeback yaşadık. Yani geri dönerek geldik. Basketbolda yazılı olmayan şöyle bir kural var. Geriden gelen takım her zaman bir avantajı oluyor. Biz overtime'a gittiğimiz zaman kazanacağımıza inanıyorduk zaten. Çok gergin maç oldu. Bir playoff maçı gibi oldu bence zaten. Kazandığımız için de mutluyuz ama dediğim gibi bir playoff ağacına bakarsak Gence ile tekrar karşılaşma durumumuz da var ilerleyen dönemde. Yine güzel maçlar olacağına eminim. Əslində görüntüləri də izləyirik və maraqlıdır, oyuncularda da xüsusi motivasiya var idi. Yəqin ki doğal motivasyon oluyor. Böyle maçlara aslında çok oyuncuları motive etmenize gerek kalmıyor. Çünkü benim takımımdaki oyuncuların hepsi ilk kez, yani yabancı oyunculardan bahsediyorum. Burada kendilerini ispat etmeye çalışıyorlar ve böyle büyük rakiplerle oynadıkları maçlara kendileri doğal olarak motive oluyorlar. Biz de tabii bunun için bir şeyler yapıyoruz. Və Gəncə ilə Şəkini müqayisə etsək, təbii ki, coğrafi olaraq yox, yəni komandalar nisbətindən. Yəni hansı fərqlər var? Bir kere Gence takımının büyük rotasyonu var. Şöyle örnek verebilirim. Biz Alex Caldwell'ı kaybettiğimizde takımımızın kaptanı ve büyük bir parçası. Sadece istatistikler olarak değil, lider olarak da bizim için çok önemli bir oyuncu. Biz onu kaybettik. Ve o süreçte Tommy Luke'u takıma kattık 2 günlük bir süreç içerisinde ama hani dediğim gibi o aynı etkiyi yaratamadık ama mesela Gence komandası guard rotasyonunda 3 oyuncuyla oynayabiliyor.
rotasyon olarak bizden daha ileride bir takım olduklarını kabul etmek gerekiyor. Və nəzərə alaq ki, yəni ev oyunlarında sən yəqin ki, sən də qatılarsan, azarkeş marağı da kifayət qədər yəni yüksəkdir. Sizcə Şəkidə yəni basketbola həvəs, gəlib dəstək olmaq nə dərəcədə indi düzdür? Reallığı danışsaq, yəni wow effekti yoxdur hələ ki, amma evet. Doğru danışmak lazım. Ya bir de bu bence biraz geçen 2 yılki başarısız ya başarısız da demeyelim de galibiyet olduğu zaman her şey güzel oluyor biliyorsunuz. Bu böyledir. Taraftar da böyle geliyor. Biz bu sene biraz o hikayeyi değiştirdik. Bence önümüzdeki sene itibariyle Şeki'deki Azerkeşler de takıma daha çok katkı verecek. Karşılaştıracak olursak Gence daha farklı. Gence'de bir Azerkeş motivasyonu var. Oranın bir taraftar grubu var. Her zaman destek oluyorlar. Umarım Şəkidə də bu yavaş-yavaş mütləq. oluşur. Sənan, bir basketbol rəsmisi olaraq bəs, yəni federasiya bu yöndə hansı addımlar atır? Məşqçinin dediyindən mən də razıyam, elə sənin dediyindən razıyam. Birdən-birə o qədər azarkeş yığmaq olmaz. İndi razılaşaq ki, bizdə basketbol ənənələri düzdür, əvvəllər olubdur. Sovet dövründə də Azərbaycan mən deyərdim ki, hətta bizim Çox da köklü deyil də, yəni reallığı o mənada desək. razıyam, amma yəni belə deyək də İngiltərədə məsəl üçün basketbola heç kimin həvəsi yoxdur. Hamı futbolla maraqlanır Böyük Britaniyada. Amma Azərbaycanda keçmişə nəzər yetirsək, bizim basketbol ənənələrimiz olub Sovet dövründə də, ondan sonrakı dövrdə də 2010-ların əvvəlində bizdə basketbol çox sevilirdi Azərbaycanda. 2000-lərin əvvəli, 2010-ların əvvəli, amma ondan sonra bir durğunluq yaşandı və mən razılaşmaq lazımdır ki, İbrahim, bu dəqiqə Şəkidə, Gəncədə belə deyək, yerli azarkeşləri yavaş-yavaş artıq uğur gəldikdən sonra salonlara gətirmək olur, zallara, arenalara gətirmək olur. Şəkidə indi birinci il uğursuzluq oldu, yenə də ilk mövsüm idi, hardasa başa düşmək olar, o qədər də peşəkarlıq səviyyəsi yüksək deyildi. İkinci il bir qədər inkişaf getdi, amma mən yenə də o Nigeriyalı baş məşqçi ilə Aleksandr Uzoydu, səhv etmirəmsə, onunla Bedri Merici qətiyyən eyni tərəziyə qoymaq olmaz. Məşqçi, yəni orada o qədər məşqçi də heç bir uğurla həyatda qalmadı. Bir mənalı olaraq bunu demək lazımdır. Yəni basketbol bir qədər sistemlə oynanılan idman növüdür, oyundur və artıq 3-cü mövsümdə 2024-25-ci illər mövsümündə məşqçinin sistemli işi, planı və komandanı bu nöqtəyə kimi gətirib çıxarması bu təqdirə layiq bir haldır və azarkeşlər də artıq gəlir. Yəqin ki, səsləri düzdür, indi bu rakursdan hal-hazırda biz azarkeşləri görə bilmirik. Yəni əks planda onlar əyləşiblər. Evet. Amma mən inandırım ki, hətta Şəkinin mətbuat xidməti, ondan sonra Bedri Meriç dediyi kimi meneceri, biz bu şəxslərlə tez-tez əlaqədə oluruq. Onlar da azarkeşlərin arenalara yavaş-yavaş gəlməsindən bəhs edirlər, söhbət açırlar. Çünki komanda qələbə qazanır və onlar qürurla belə deyək gəlib öz komandalarının oyununu izləyirlər. İndi play-offda mən düşünürəm ki, 2 qələbəyə qədər seyrə davam edəcək. İndi düzdür, play-ində 2 qələbə olmalıdır, amma Gəncə artıq birbaşa play-offda olduğuna görə, daha doğrusu Şəki birbaşa play-offda olduğuna görə B qrupunun lideridir və Lənkərana mən düşünürəm ki, düzdür, proqnoz vermək o qədər də bəlkə düzgün alınmaz, amma böyük ehtimalla Lənkəranın iddiası yoxdur. Son oyunlarına da xüsusilə nəzər yetirsək Lənkəran artıq onlar üçün elə mövsüm məncə indi Gəncə ilə böyük ehtimalla play-ində qarşılaşacaqlar. Lənkəranı məğlub etməyə çox yaxındır Şəki və onda indi siz görün həmin arenada nə qədər azarkeş gəlib Şəkiyə dəstək olacaqlar. Eyni sözü Gəncəyə də aid edirəm. Gəncə də bölgə komandasıdır. Orada bizim məşqçimiz qeyd etdi. Yəni Gəncənin məşqçisi də çox yaxşı işlər görür. Yəni düzgün, dürüst hər şeyə toxunmaq lazımdır. Ümumiyyətlə B qrupunda çox maraqlı mübarizə getdi. Və turnir cədvəlindəki yəni Gəncənin mövqeyi də yəni sənin dediklərini təsdiqləyir. Mən istərdim elə Bedri bəy burada olmuşkən bir qədər B qrupunda digər komandalarda yəni oyunlarını dəyərləndirək. Biz Gəncədən danışdıq, lakin burada Ordu var, Quba var, Lənkəran var və ümumilikdə bu komandalar arasında xüsusilə də yəni bu mövsüm adlarını sadaladığımız komandaların oyununu necə qiymətləndirirsiniz? Valla bu komandalar arasında benim en çok zorlandığım rakip Sanan'ın da şehri olarak Sumqayıt takımı oldu. Çünkü Sumqayıt takımı biraz sürpriz bir takım. Çok sürpriz. Evet. Yani bizi de mesela biz Şeki'de regular sezon yani normal sezonda oynadığımız iç saha maçlarını bir tek Sumqayıt'a kaybettik. Diğer geri kalan rakiplerimizi kazandık. Çok tehlikeli bir takım. Bir run and gun felsefesi oynuyorlar. Farklı bir basketbol oynuyorlar. Oyuncular da ona uygun.
rotasyonları olsaydı, daha sezon başında biraz uğursuz transferleri oldu. Onları daha doğru gidebilselerdi bence ilk üçü zorlayabilecek bir takım olabilirdi. Ordu takımına gelirsek, Ordu takımı da İspanyol Mehdi Blanco ile beraber sezonun iddialı takımlarındandı. Onlar da yüksek rotasyonla oynayan bir takım. Onlar da iyi bir ekip. Playoff'ta tehlikeli olabileceklerini düşünüyorum. Kuba takımı yine daha rotasyonla oynayan bir takım bizim grubumuzda. Baktığımız zaman Zavor Paşayev ve Şehriyar Hoca'ya saygı duyuyorum onlara. Özellikle Zavor Paşayev'in bu yaşına rağmen basketbola verdiği ve kattıkları saha içinde saygıdeğer Sizinle işler. son oyunlarda çok tehlikeliydi. Kesinlikle. Biz son topta kazandık Kuba Bəli, maçını. bəli. Yani biz aslında 66-63 baktığınız zaman evet bitmişti son maç. topta kazandık. Geriye Lenkeran takım kalıyor. Lenkeran takım biraz rosterında kadrosunu oluştururken oyuncular gittiler, kaldılar. Biraz o sıkıntılardan dolayı sistemi oturtamadığını düşünüyorum. Ama B grubunda da bence her takım diğerini kazanabilecek maçlar ve o şekilde bir mücadele oldu bu sene. Yeri gəlmişkən elə Sumqayıtdan danışdıq. Rejissorumuz da Sumqayıt Quba oyunundan görüntüləri bizə təqdim edir və oyunu izləyənlər də yəqin ki təsdiqləyər. Ümumiyyətlə Sumqayıt baxmayaraq ki, yəni hazırda yəni özlərinə lazım olan mövqedə deyillər, amma Bedri bəyin də vurğuladığı kimi mövsümdə yəni bir çox rəqibə başarılı olmağı bacardılar. Playoff'da mesela eşleşmek istemeyeceğim bir takım. Yani çünkü hiç belli olmaz. Və Yani. məşqçi düzgün qeyd elədi ki, mövsümün əvvəlində çox uğursuz transferlər etdilər və sonradan komanda daxilində dəyişiklik baş verdi. Məncə Vadim Kuramşin, Sumqayıtın baş məşqçisi, hal-hazırki baş məşqçisi, o köhnə baş məşqçisi Aleksandr Mixaylovdan daha uğurlu transferlər seçdi, daha uğurlu oyuncular gətirdi komandaya və cəmi 4 legioner basketbolçusu var İbrahim və 4 legioner basketbolçu ilə Bedri Hoca'nın dediği kimi sona kadar mübarize aparırlar. Onun biraz pakette. nedeni sezon başında yapılan transferlerin gelip gitmesi limite geldiler bildiğim kadarıyla. Yani o yüzden 4'te kaldılar. Normalde yapamıyorlar transfer. Və elə həmin Reglament əsasən limit tətbiq olunur. Sən həmin legionerlərdən biri də elə 2-3 oyun bundan əvvəl idi, səhv etmirəmsə, Lənkəranla idi yoxsa Andrew Lauder. Bəli, Lauder, yəni mövsümün rekordunu qırdı. Yəni bu da artıq yəni komandanın uğurlu transferindən Ordu klubuna qarşı. Bəli, Ordu klubuna qarşı. Söhbətimiz çox maraqlı gedir. İndi hazırda qısa reklam fasiləmiz var, izləyək. Bəli, qısa reklam fasiləsindən sonra yenidən qarşınızdayıq. Biz az əvvəl B qrupundan danışdıq, lakin son turda çox maraqlı oyunlar izlədik. Onlardan biri də təbii ki Naxçıvanın Abşeronla qarşılaşması idi və baxmayaraq ki, yəni ən sürpriz nəticə də burada oldu deyə bilərik. Sən bilməm razılaşarsan yoxsa yox. Yəni Naxçıvan məğlub oldu. Orada indi bir məqam da var. Sürpriz nəticə oldu. Və 2 xallıq fərq var idi. Yəni yəqin ki. Amma əslində bir qədər də indi məşqçi də yəqin ki mənim dediyim fikirlə razılaşar. Oradakı məsəl üçün mübarizə B qrupundakı mübarizə kimi deyil. İndi Gəncə ilə Şəkildəki mübarizə o birinci yer arzusu var ki, hər iki komanda birinci yer tutmaq istəyir. Amma artıq məncə Sabah 1, biz ötən verilişdə dedik, Naxçıvan 2, Neftçi 3-cü yerlərin sahibləridirlər. Nə Naxçıvan Sabaha çata bilir, nə Neftçi Naxçıvanı çata bilir, nə də ki Naxçıvan 4-cü yerə düşə bilir. Düşə bilmirlər, ya 3-cü yerə düşə bilmir də. Yəni dəqiqləşib turnir cədvəlində yerlər. Ona görə də mən Naxçıvan artıq birbaşa play-off haqqında düşünür, 4-1 final haqqında düşünür. Əsas məsələ orada bəli, Abşeron üçün önəmli oyundur. Çünki Abşeron öz mövqeyini möhkəmləndirib, indi onların son turda, yəni Azərbaycan Basketbol Liqasında müntəzəm çempionat yekunlaşır. Bir tur qalıb cəmi. Hansı ki, Şəki Lənkəran oyunu, Gəncə Sumqayıt oyunu B qrupunda həll edici oyunlardan biridirsə, Abşeron NTD ilə son turda qarşılaşacaq. Bu da turun cədvəli baxımından çox önəmli bir qarşılaşmadır. Çünki Abşeron komandası yer seçimi barəsində indi NTD-dən daha yaxşı vəziyyətdədir və onlar bir qədər də qrupunda yuxarı pillələr dedikdə tam olaraq 4-cü pilləni möhkəmləndirmək istəyirlər ki, öz əllərində B qrupundan bir qədər daha aşağıdan gələn komanda ilə mübarizə aparsınlar. Ona görə də 20-ci tur, sonuncu tur, 4-cü dövrənin və ümumiyyətlə müntəzəm çempionatın son oyunu, son turu çox maraqlı olacaq. Mən düşünürəm ki, Abşeron və NTD arasındakı mübarizə ümumiyyətlə 20-ci turun ən önəmli oyunu olacaq. Amma
razılaşaq ki, sərhədçi də istəyir bir qədər Onu yuxarıya vurğulayacaqdım. O ikisinin arasında sərhədçi qalxsın. də var. Yuxarıya qalxmaq istər, amma məncə sərhədçi ümumiyyətlə çempionata kifayət qədər yaxşı başlamışdı. Yaxşı başlamışdı Amma və çox pis transferlər də çempionatı. yəni pis deyildi. Çox İddialı dəyişiklik oldu transferlər komandada. var. Yəni mütəxəssis də mənim məşqçi də burdadır. Yəni o işləri məşqçilər bizdən Daha də yaxşı, bizdən də yaxşı görürlər. bilirlər. Çünki mən belə deyək də ekspert, mütəxəssis kimi bunu deyə bilərəm, amma məşqçi kimi hər məşqçinin öz planı var, öz strategiyası var, öz oyun üslubu var, öz oyun fəlsəfəsi var və mən şəxsən yəni yenə deyirəm, rəsmi Basketbol Federasiyasının işçisi olaraq yox, bir şərhçi kimi oyunları danışdığım zaman bütün bu nöqtələrə toxunuram. Yəni rəsmiyyətə qalsa biz ümumiyyətlə onda gərək heç bir klubu ya tərifləyib Təbii ki, öz yerində. Yəni biz burada hal-hazırda elə sırf ekspert kimi, yəni öz fikirlərimizi deyirik, amma mən sərhədçinin məncə mövsümün əvvəlində onların bir yaxşı oyunçusu var idi ki, məncə açar oyunçulardan biri o idi. DeAndre Jacksondan söhbət gedir. Səhv etmirəmsə adı belə idi bu basketbolçunun. DeAndre Jackson, bəli bu basketbolçu İrlandiya liqasına getdi. Önəmli oyunçulardan biridir. Bu oyunçunun gedişindən sonra hətta həmin oyunçu Abşeron Olimpiya İdman kompleksində onda əsas arenada sərhədçidə müəyyən tədbir olduğuna görə Abşeronda oyunu keçirmək oldu, Neftçi ilə oyunu və Neftçiyə qalib gəlmişdi. Həmin heyətlə sərhədçi klubu. O oyundan sonra sanki sərhədçidə eniş baş verdi bu basketbolçunun gedişindən sonra. Orada uğursuzluq transferi oldu. Chris Martin məşqçi özü də Evren Alkaya özü də oyunçudan razı olmadı. Onu göndərdilər. Sonra bir sıra zədələr baş verdi. Merlin Taylor onların bizim verilişdə qonaq olan basketbolçu əlindən zədələnib, belə də oyunu ritmini yaxalaya bilmir. Sonra yeni transferlər gəldi. Yəni bu yeni transferlərin elə sən yəni belə deyək də nəsə hərəkət edəcəksən, bu uyğunlaşacaq komandaya. Bu da elə bir qayda yoxdur. Aylar lazımdır, həftələr lazımdır ki, oyuncu komandanın sisteminə uyğunlaşsın. Bilmirəm, sərhədçi bəlkə də özünü play-offa saxlayıb, bəlkə də daha doğrusu play-inə saxlayıb. Bilmək olmaz, bəlkə də play-offa qaldı komanda. Hər şey olur. Amma mən çempionatın sonlarını yaxşı keçirməyən komandalardan biri, məsəl üçün Ordu B qrupunda oldusa, güclülərdən söhbət gedir. Sərhədçi də bəlkə çoxları ilk üçlüyə namizəd göstərirdilər. Neftçinin uğursuz mövsümə başlaması, NTD-nin uğursuz mövsümə başlaması sərhədçi üçün fürsət yaradırdı ki, onlar Sabah Naxçıvandan sonra 3-cü yerə ən böyük namizədlərdən biri olsun və heyətin dərinliyini göz önünə alsaq, hətta onlar uzun müddət 3-cü sırada getdilər turun cədvəlində. Daha sonra Abşeron, onların da yəni o qədər geniş rotasiyası yox idi. Daha sonradan 1-2 əlavə də heyətə oyunçu cəlb olundu və komanda daxili, daha doğrusu A qrupunda klublar bir-birlərlə oyunçu dəyişdirdilər. Davis Naxçıvana keçdi. Ondan sonra bir basketbolçu Abşeronun yolunu tutdu. Daha doğrusu Davis keçdi Naxçıvana, onun yerinə Ömər Yavaş bu basketbolçu komandaya cəlb olundu. O məşqçinin də işini qiymətləndirmək lazımdır. Ümumiyyətlə mən istəyirəm bütün qısa-qısa da olsa toxunaq komandalar üçün. Abşeronun da işi yüksək, Erhan Toker'in də işi yüksək qiymətləndirməlidir. Bizim verilişində qonaq olub türkiyəli mütəxəssis. Yəni bir sözlə mövsümün sonlarını yaxşı oynayamayan komandalar. A qrupunda mən sərhədçinin adını çəkmək istəyirəm. B qrupunda da bu Ordu klubudur. Yəni komandanın büdcəsinə, komandanın heyətinə, komandanın rotasiyasına baxsaq, yəni təbii ki, Lənkəran onsuz da mövsümün əvvəlindən isə yaxşı basketbol oynamırdı. İndi Lənkəranın da Ordu ilə müqayisə aparmaq o qədər də düzgün olmaz və yaxud da NTD-ni mən sərhədçi ilə müqayisə edə bilmərəm. Çünki NTD çox pis başlamışdı çempionatın əvvəlində mübarizəyə. Demək olar ki, bir qələbələri var idi yalnız NTD klubunun, amma onlar da ki transfer elədilər. Browning və Boykin. Bu basketbolçuların gəlişindən sonra NTD də yüksəlişdədir və Bedri Meriçin dediyi kimi necə A qrupunun, B qrupunun daha doğrusu düzəldirəm. B qrupunun təhlükəli komandası Sumqayıt sayılırsa, A qrupunun ən təhlükəli komandalarına biri NTD-dir. NTD hər bir sürpriz yarada bilər. Sən gözəl vurğuladın. Əslində bizim görmədiyimiz bəzi şeyləri məşqçilər, yəni daha doğrusu fərqli görürlər və bu mənada əslində A qrupu da güclülərin yer aldığı bir qrupdur və deyir güclülərin də güclü dərdi olur, böyük dərdi olur. Əslində bu mənada biz elə Abşeronu adını çəkdiyi sərhədçi NTD. Ümumiyyətlə Bedri bəy bu komandaların yəni transfer etmələrinə baxmayaraq elə nümunə kimi sərhədçini götürək, lazım olan uğurları əldə etməməsinin səbəbləri, yəni bir məşqçi olaraq nədə görürsünüz? Şöyle düşünüyorum biraz. A grubunda bir 3 takımı ayrı tutuyoruz. Sabah, Nahçıvan ve Neftçi hem kadro rotasyon olarak. Diğer geri kalan takımlarda benim görebildiğim Sanan'la aynı fikirdeyim. Serhatçı'da çok fazla oyuncuların değişikliği, sakatlık
Sahadaki 5'i devamlı koçun bir değiştirme durumu oldu. Bu bazen olumlu yansımıyor sahaya. Serhatçı bunun problemini çok yaşadı bence. Abşeron tarafındaysa daha dar rotasyonda, daha Erhan Hoca'nın yaptığı işe de saygı duymak lazım. İyi bir basketbol oynayarak bence iyi yerdeler şu anda kendileri içinde. Buradaki sürpriz sezonun başında NTD'ydi. Sanan'ın da dediği gibi bir galibiyetten sonra oraya winner oyuncuları ekleyerek Detrick Browning kesinlikle yani bu çok önemli basketbolda. Lider karakterli ve winner oyuncuları iki kısa bir de Kevin Allen'ı da oraya koymak lazım. Uzun oyuncu kesinlikle basketbol IQ'su çok yüksek bir uzun oyuncuyu bulmak çok zor çünkü. Hələ mövsümün ortasında kesinlikle. çok çətindir. O yüzden bu 3 transferden sonra biz NTD ile kupada da oynadığımız için biraz oraya daha fazla bilgi sahibiyim. Kesinlikle Sumkayıt gibi düşünüyorum. Playoff'ta eşleşmesini sıkıntı olacak bir takım. Onlarla ilgili düşüncelerim de böyle. Və əslində yerli çempionatı yaxından izləyənlər Bedri bəy, yəni bir sual çıxır ortaya ki, çox maraqlıdır şəxsən mənim özüm üçün. Şəki A qrupunda yer alsa mövsümün sonunda, yəni neçənci sırada qərarlaşar? Oynamadan bilemeyiz tabii ki. Öyle bir politik cevap vereyim. Yani basketbolu oynamadan cevap veremeyiz. Kupa maçını biraz baz almamak lazım. Çünkü biz açık konuşmak gerekirse kupa maçını playoff hedeflediğimiz için biraz rotasyonla geçirdik. Sakat oyuncularımız vardı ki Carl Jones da o maçta sakatlandı. Ama ben A grubunda mübarize parmak isterdim tabii ki. Herkes ister bunu. Hem koç olarak ben hem kendi oyuncularım da bir Sabah'la oynamak, Nefçi, Nahçıvan oraları görmek tabii ki isteriz. Ama sonuç için tabii oynamadan bir şey diyemeyiz. İbrahim, bir də əlavə edeyim qısa olaraq. Tamaşaçılara, basketbol həvəskarlarına demək istəyirəm ki, 28 mart tarixində Azərbaycan kubokunda məhz yarımfinal oyunları olacaq. 28 mart 16:00-da birinci oyun NTD Neftçi və 19:00-da Gəncə Naxçıvan yarımfinal oyunları başlayacaq. Gəlsinlər, Bakı İdman Sarayında oyunu izləyə bilərlər bilet alaraq. Çox maraqlı mübarizələr olacaq və 30 mart tarixində Azərbaycan kubokunda final görüş keçiriləcək Bakı İdman Sarayında. Ümumiyyətlə kubokun özü-özlüyündə də bir böyük, belə deyək, uğuru var, prestiji var. Çünki çəkisi var. Çünki liqada uğursuz oynayan komandalar bəlkə də kim bilir Naxçıvan kubokun qalibi olacaq. Playoffda o qədər də onlar iddialı olmayacaqlar. Məşqçi gözəl qeyd elədi. Hər komandanın öz strategiyası var. Hansı ki, Şəkinin strategiyası deyildi kubokda irəli çıxmaq. Çünki daha güclü, daha geniş heyətə malik klublarla ona qarşılaşacaqlar. Amma playoffda artıq bir də iki yerli oyuncu sistemi olduğu için. İki yerli oyuncu da var. Üstə gələk iki. Ona görə də azarkeşlər gəlsinlər. 28 martda həftə sonu olacaq kubok oyunlarını cümə günü izləyə bilərlər. Mütləq dəvət edirik azarkeşlərimizi. Final görüşü İdman TV-də olacaq. Və əslində sən Bedri bəy də yəqin razılaşar. Ölkəmizə gələn legionerlərin də, yəni marağını cəlb edə bilər. Ölkədə qalmaq üçün, komandaya daha fayda vermək üçün və nə bilmək olar, bəlkə gün gələr, indi düzdür, hazırda reallıq onu demir, amma bəlkə ümid edək, ümid sonunda ölür. Nə vaxtsa bizim komandalarımızda Avroliqa kimi böyük turnirlərdə çıxış edər. Aşağılardan başlamaq lazımdır, məşqçi hər kimi razılaşar məndən. Sabah addım atdı, FIBA Europe Cup. Mərhələlərlə də sən indi birdən-birə basketbol Çempionlar Liqası aslında Şampiyonlar Ligi elemesini geçseydi Sabah, Şampiyonlar Ligi de olabilirdi. O da bir turnirdi. Avropanın ən dəyərli 3-cü klub turniridir basketbol Çempionlar Liqası. Yeri gəlmişkən elə hər verilişimizdə vurğulayırıq. Avroliqanın oyunlarını İdman TV vasitəsilə izləyə bilərsiniz canlı olaraq və elə gerdə qoyduğumuz günlərdə də maraqlı oyunlar keçirildi Avroliqada. Mən istərdim bir qədər oyunları, nəticələrə, yəni sujetdə tanış olaq, daha sonra müzakirələrimizi Avroliqa ilə davam etdirək. İdman TV ilə yayımlanan görüşdə Monako doğum meydanda Fənərbağçə ilə qarşılaşıb. Birinci periyodda Fənər daha inamlı oynasa da fasiləyə qədər Knyazlı klubu vəziyyəti xeyrinə dəyişib. İkinci hissəyə 4 xal fərqi ilə öndə başlayan Vasilis Panulisin komandası təzyiqi artırıb. Nəticədə Monako Fənərbağçəyə 91-82 hesabı ilə qalib gəlib. Görüşün ən məşhur oyuncusu Mike James olub. Monakonun Amerikalı basketbolçusu meydanı 29 xalla tərk edib. Kanalımız vasitəsilə yayımlanan digər oyunda isə Real Madrid Lyon Villarbanı qəbul edib. İlk periyodda xal fərqini 22-yə qaldıran İspaniya təmsilçisi sonraki dəqiqələrdə təşəbbüsü əldən versə də üstünlüyünü qoruya bilib. Real Madrid, Lyon, Villarban 81-70.
Günün ən gözlənilməz nəticəsi Preydə qeydə alınıb. Çempionatın lideri Olympiakos Crvena Zvezdaya 73-81 hesabı ilə məğlub olub. Oyunda ən diqqət çəkən məqam Yunanistan təmsilçisinin ilk periodda 8 xal toplaması olub. Günün digər oyunlarına gəlincə Maccabi Tel Aviv Belqradda Virtus Bolonyaya 77-67, Baskonya isə Bayernə 112-89 hesabı ilə qalib gəlib. Yekorlu. Anadolu Efes Belqradda Partizanın qonağı olub. Ötən tur səfərdə Bavariyanı məğlub edən İstanbul klubu bu dəfə də rəqib meydanında inamlı çıxışı ilə diqqət çəkib. İlk bölümü 24-18 hesabı ilə öndə başlayan Türkiyə təmsilçisi fasiləyə 21 xal fərqlə üstün yollanıb. İkinci hissədə də Anadolu Efes təşəbbüsü əldən verməyib. Nəticədə Luka Bankinin komandası Partizanı 97-65 hesabı ilə məğlub etməklə turnirdə 16-cı qələbəsini qazanaraq 9-cu pillədəki mövqeyini möhkəmləndirib. Belqrad klubu isə 15 qələbə ilə 12-ci sırada qalıb. Günün digər iki oyununda isə meydan sahibləri qalib gəliblər. Žalgirisi məğlub edən Barcelona ilk bölümdə uğursuz təsir bağışlasa da, fasiləyə qədər vəziyyəti xeyrinə dəyişə bilib. İkinci hissədə də meydan sahibləri oyuna nəzarəti əlində saxlayıblar. Yekunda Žalgiris isə 82-70 hesabı ilə qalib gələn Barcelona turnirdə ardıcıl 3-cü qələbəsini əldə edib. Hazırki çempion Panathinaikos isə outsiderlərdən Alba Berlinə 91-81 hesabı ilə qalib gəlib. Afina klubunun heyətində 19 xal toplayan Jerian Grant qələbədə böyük pay sahibi olub. Beləliklə 30 turdan sonra Olympiakos 22 qələbə ilə liderliyini davam etdirir. Hesabında 20 qalibiyyət olan Fenerbahçe ikinci sıradadır. Panathinaikos isə 19 qələbə ilə 3-cü yeri tutur. Sujetimizi izlədik. Bedri bəy, yəqin ki, Avroliqanın oyunlarını izləyirsiniz. Evet. Və kifayət qədər də mən deyərdim ki, hazırki 30-cu tura qədərki oyunları nəzərə götürsək, nəzərə alsaq, çox maraqlı oyunlar oldu. Və turun sürpriz nəticəsi mən deyərdim ki, Partizan Anadolu Efes oyununda yaşananlar oldu. İstərdim elə həmin oyunla başlayaq. Aslında şöyle düşünüyorum ben. Benim için çok sürpriz değil. Çünkü Anadolu Efes'in kadrosunda az önce NTD için bahsetmiştik, winner oyuncu. Çok fazla winner oyuncu var. Anadolu Efes'in bütçesi ve kadrosu Partizan'la karşılaştırıldığı zaman aslında çok yukarıda. Yani Anadolu Efes'in Partizan'ı yenmesi bir sürpriz değil aslında. Sanan birazcık Partizan'ın yenilmesine üzülmüş olabilir taraftarı olarak ama ben biraz da Türk takımı olduğu için Anadolu Təbii ki, bu Efes'i... mənim yəni şəxsi fikrimdir, amma mənə görə yəni Tabii Partizanın məğlub doğru olması. söylüyorsunuz. Çünkü kendisi aslında Partizan taraftar desteğiyle bir kere çok önemli bir takım. Ama Anadolu Efes bence kalan fikstürü de kolay. Bir Kızıl Yıldız deplasmanı haricinde geri kalan 3 maçı kazanıp bence play-in'e kalmadan direkt 6. sırayı tutup playoff'a kalacaklarını düşünüyorum. Dediğim gibi çok değerli winner oyuncuları var. Çok Liderlik güzel yapacak oyuncuları var. Tam onların istediği bizim işte crunch time ya da işte playoff Crunch zamanı time, dediğimiz oraya oynayabilecek lider oyunculara sahipler. Amma Bedri bəy, yəqin ki, sizlər də razılaşarsınız və azərkeşlər də razılaşar. Turun digər və əsas sürprizi Olympiakosun Crvena Zvezda məğlubiyyəti oldu. Hansı ki, Olympiakos çempionluğu oynayır və birinci pillədə qərarlaşır. Yəni müxtəlif fikirlər var bununla bağlı ki, yəni Olympiakos oyunu verdi və bundan digər qardaşlıq, digər məsələlər. İndi hər halda bunlar fərziyyələrdir. Yəni necə fikirləşirsiniz sizcə? Ya mutlaka tabii Olympiakos ve Kızıl Yıldız takımlarının geçmiş tarihlerinden dolayı bir yakınlıkları olabilir ama bu seviyelerde öyle şeylerin olduğunu pek zannetmiyorum. O biraz Kızıl Yıldız'ın Ama olsa belə isteğiyle. üzə çıxarmazlar. O biraz o günkü oyuncuların açlığıyla ilgili. Biraz da şöyle düz danışmak gerekirse ilk 4 sıra biraz belli gibi. Olympiakos'un 1. yeri, Fenerbahçe'nin 2. yeri, Panathinaikos'un 3. yeri. Bence 4'te Monaco bitirecek diye düşünüyorum kalan fikstüre göre. O yüzden biraz daha rotasyonda Olympiakos çok saygı duyulması gereken bir basketbol oynuyorlar. Az dribbling, çok pas sayısı. Çok çetin bir basketbol Kesinlikle oldu. inanılmaz bir basketbol oynuyorlar. Hani ben kendi tarafımda da kendi antrenör gelişimim için özellikle editlediğim bir sistemleri var. O yüzden maçta bir şey olduğunu düşünmüyorum kardeşlik ama güzel bir maç oldu. Ümumiyyətlə Bedri bəy, oyunları izləyəndə indi NBA öz yerində, yəni Avroliqadan danışsaq, yəni oyunlara baxıb bir məşqçi olaraq, yəni taktikal Şimdi olsun, açık konuşmak gerekirse ben NBA'in regular sezon denen normal sezon maçlarını çok takip etmiyorum. Çünkü o biraz daha şova dönük, biraz daha oyuncuların bireysel performanslarına dönük, savunmaların daha düşük dozda olduğu maçlar oluyor.
Euroleague kesinlikle, ben bunu kendi oyuncularıma da söylüyorum. Buraya getirdiğimiz Amerikalı oyunculara da Euroleague'i izleyin. Oradaki savunma direnci, sistem ve oynanan basketbol kesinlikle çok daha çetin. NBA'de playoff'tan sonra işler daha Daha da real kızışır. basketbola dönmeye başlıyor. Düz. Aradaki fark bence kesinlikle bu. Yəni oyunlara baxıb müəyyən taktiki, eyni Mutlaka. zamanda texniki məqamları komandaya tətbiq edirsiniz. Bu çox gözəldir. Sənan, Monako yaxşı irəliləyirdi, hansı ki Fənərbağçə ilə qarşılaşdı və qələbə də qazandı. Düzdür, baxmayaraq ki, bir müddətdən sonra bir qədər eniş yaşandı. Ümumiyyətlə enişli çıxışlı irəliləyir Monako. Monako məndə Bedir Koç dedi 4-lükdə. Mən də 4-lükdə gözləyirəm Monakonu. Gözləyir çox güclü heyəti var Monakonun. Çox geniş rotasiya ilə oynayan və Spanulis kimi basketbol zəkası, basketbolun ən belə deyək də önəmli beyinlərindən biridir Avropada. Fənərbağçadan hansı ki bu Şarunasdır. Burada Monakoda Spanulisdir. Amma mən söhbət əgər elə məşqçidir bizim qonağımızda. Məşqçilərdən düşmüşkən bir nöqtəyə toxunmaq istəyirəm. Mörtəzə Sarax Obradoviçin məğlub olduğu oyundan sonra verdiyi açıqlamaları göz önünə gətirmək istəyirəm. Obradoviç, yəni ümid sonda Bəli, ölür həm məsələsi. o, onu uzun illər öncə Fənərbağçada demişdi onu ki, yəni mən ümid sonda ölür, şansım var. Bunu xatırlayıram İsmail Şenol'la müsahibəsində hansı ki o da İsmail Şenol da indi Anadolu Efes'də Şampiyon oldukları sene. Bəli, həmin vaxtda demişdi. İsmail Şenol da indi basketbol direktorudur. Məhz həmin Anadolu Efes. Hər məğlubiyyətdən sonra yəni vurğulayır həmişə ki, Amma ümid sonda İbrahim, ölür. Yəni. bəli, amma İbrahim mən bir məsələyə toxunmaq istəyirəm. Bax, bütün liqalara aid edirəm. Şərh zamanında oyun şərhində dedim, məşqçi alicənab olmalıdır. Çox alicənab bir insan olaraq biz Jelko Obradoviç tanıyırıq. Yəni ki, mənim ən sevdiyim məşqçidir, şəksiz, şübhəsiz. Mən hətta onu dünyanın ən güclü top 3 məşqçi arasında da sayıram. Phil Jackson təbii ki o siyahıda var. Jelko Obradoviç, kollec basketbolunda Dean Smith'in adını biz mütləq şəkildə çəkməliyik. Yəni Greg Popovich, yəni beşliyə ən azından beşlik deyək də belə daxilən və o məşqçi bu sözü hər oyundan sonra yəni boş yerə işlətməzdi. O qayıtdı, media nümayəndələrinə belə bir söz işlətdi ki, mən bu məğlubiyyəti həyatım boyu unutmayacağam və məşqçilik karyeram da mənim qəlbimdə dərin yaralar buraxan bir məğlubiyyət oldu. Bu Efesə məğlubiyyət, bu final dəyərində bir məğlubiyyət. Amma yenə də Efes komandasını təbrik edirəm. Onların məşqçisini alqışlayıram. Bu gözəl müdafiə taktikasına görə hörmətlə yanaşdıq rəqib komandaya və Efesə uğurlar arzu edirəm və inanıram ki, mənim komandamda sona qədər oynayacaq. Hələ qarşıda 4 oyun var. Mən hətta şərhin sonunda belə bir cümlə işlətdim. Bu döyüşdə Partizan məğlub olsa da onların hələ 4 döyüşü də qalır. Belə obrazlı şəkildə desək. Çünki məşqçi də Bedir Meriç də yaxşı qeyd etdi ki, 6-cı oyuncu var Ştark Arenada. Bu azarkeşlərdir. Partizanın azarkeşləri dünyanın ən böyük azarkeşlərindən biri sayılır və həmin görüşdə mən də şərhdə qeyd elədim. Anadolu Efes birbaş yox, hətta bir neçə baş rəqibi üstələdi. Oyuna çox aqressiv başladılar. Larkin kimi oyuncu benchdən gəlirsə bu heyətin nə qədər dəyərli olduğundan xəbər verir. PJ Dozier oradadır. Larkin, Elijah Bryant bu basketbolçuların təqdimata qətiyyən ehtiyacı yoxdur və hər bir belə deyək match-upda, hər bir belə deyək dəyişmə müdafiəsi olsun, fərqli taktikaları var. Yəni məşqçi bizdən daha yaxşı bilər. Bu məsələlərə toxunmaq istəmirəm. Hər bir mövqedə üstələdi Anadolu Efes. Yəni bu tam haqqı ilə qazanılmış qələbədir və Obradoviç bir nöqtəyə toxundu ki, bu məğlubiyyətə bəlkə də o qədər də belə deyək, əsəbləşib kədərlənə bilmərəm. Mövsümün əvvəlindəki o bir xallıq oyunlar uduzduq biz, 1-2 xal fərqi ilə oyunlar uduzduq. Ona daha çox belə yeri gəlmişkən, sən vaxtımız da çox azdır. Elə Partizanın özündə də müəyyən məğlubiyyət seriyası var idi və 3 oyunluq məğlubiyyətdən sonra səhv etmirəmsə indi qələbə qazandılar Anadolu Efes üzərində və Efes qələbə qazandı. Bəli, və Efes qələbə qazandı. Əslində yəni belə götürəndə komandanın yəni məşqçinin gücü transferlərdə müəyyən mənada da bəlli olur. Çünki komandaya gətirdiyi oyunçu nə dərəcədə yəni güclü olub olmayacağı bir bağlı qutudur, tam olaraq bilmək olmur. Yəni çox qısa olaraq Bedri bəy, Şəkiyə yəni transfer gözlənilirmi yaxın vaxtlarda? Ümumiyyətlə bəyəndiyiniz oyunçular varmı ki, hansı ki siyahıya almısınız və Tabii ki var. Her koçun olduğu gibi bizim de bir short listimiz, takip ettiğimiz oyuncular oluyor. Tabii şu an transfer sezonunda bağlandı, playoff'a giriyoruz ama bu iyi bir yerde bitirdiği zaman Şeki Ligi ve önümüzdeki sezonda A Ligi'nde, A grubunda olduğunda eminim daha iyi oyuncular,
daha kariyerli oyuncular gelecektir. Ama şu an için tabii ki Hələ erken ki heç çok. nə demək olmaz. Ümid eləyək ki, Şəki daha da Uğurlar irəli arzulayırıq. gedəcək. Təbii ki, bizim Teşekkür ederiz. basketbolumuzun uğrudur. Yəni bütün Və komandalarımızın regionda olan yaxşı klubun belə uğur irəliləməyi, qazanması regionlarımızın bu böyük uğurudur. uğur. Söhbətimiz çox maraqlı gedir. Hələ neçə sual qaldı ki, hansı ki tam olaraq ünvanlaya bilmədim. Qalsın növbəti verilişlərə. Burada isə İnşallah. Playoff bizim zamanı verilişə danışarıq. ayrılan vaxtımız sona çatır. Bedir bəy, sizə təşəkkürümü Ben bildirirəm. sizlere teşekkür ederim. Uğurlar gerçekten. arzu edirəm Sağ olun. sizə məşqçi olaraq. Sənə Təşəkkürlər. də təşəkkür Mən təşəkkür edirəm. edirəm. Bəli, əziz izləyicilər, Rebound-un növbəti buraxılışı burada sona çatır. Yenidən görüşmək ümidi ilə hələlik.